Dünya hər gün dəyişir. Hər an başqa bir situasiya ilə üzləşə bilirik. Planetin üzləşdiyi qlobal problemlərin müzakirəsi və təhlili baxımından Bakı forumu çox önəmlidir. Tədbirdə iştirak edən sabiq və fəaliyyətdə olan liderlər, nazirlər, nüfuzlu dövlət xadimləri gözləntilərini ATV xəbərlə bölüşüb. Biliyorsunuz Antalya Diplomasi Forumu var. O da bu sene dördüncüsü inşallah gerçekleşecek. Her sene daha da başarılı, daha da etkili bir forum haline geldi. Ve inşallah Global Bakü Forum'la Antalya Diplomasi Forum arasında da emektaşlığı, işbirliğini güçlendirmek istiyoruz. Onu da burada görüştüğüm tüm kardeşlerimle, muhataplarımla, Azerbaycan'dan kardeşlerimizle değerlendirdik. Sayın Cumhurbaşkanımız Cenab Prezident Aliyev'in de Antalya Diplomasi Forumu'na katılma olasılığının olduğunu öğrendim. Ondan da ayrıca çok mutlu olduğumu söylemek istedim. Global Baku Forum is a very important one. Global Bakı Forumu bugün xüsusi əhəmiyyət kəsb edir, xüsusən indi, belə çətin vaxtlarda. Düşünürəm ki, dünyanın narahat olduğunu, çox mənfi hadisələrin mövcudluğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real fürsətləri müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bura toplaşmaq imkanı yaratdığına görə həmçinin sülhlə bağlı məsələləri, eyni zamanda müharibə ilə bağlı məsələləri, təbiətlə müharibə, xalqlar arasında müharibə, müzakirə edə bildiyimiz bu vacib forumu təşkil etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana təşəkkür edirəm. Bu qlobal problemlərin həlli istiqamətində ilk addım atmaq üçün şansdır. Bugün dünyada və Birləşmiş Millətlər Təşkilatında baş verənlər təkcə böyük maraq doğurmur, həm də ciddi narahatlıq yaradır. İnsanlıq neçə dəfə bir daha müharibə olmayacaq deyib və hər dəfə bu vədi pozub. İlk dəfə Bakı Qlobal Forumundakı iştirakım prezident olaraq baş tutmuşdu. İndi isə sabiq prezident kimi iştirak edirəm və deyə bilərəm ki, Bakı Qlobal Forumunun önəmi zaman keçdikcə daha müstəsna hal alır. Çünki ötən illər ərzində dünya tamamilə dəyişib. Biz hazırda tamam fərqli situasiya ilə üz-üzəyik. Biz yeni şəraiti müzakirə və analiz etməliyik. Bakı Forumu ilə Azərbaycan buna kömək olur. Azərbaycan şimalla cənub, şərqlə qərb arasında yerləşir. Bu isə dünyanı bir araya gətirmək üçün çox yaxşı yerdir. Bugün belə nüfuzlu şəxslərin Bakı Qlobal Forumunda dünyanın qarşısında dayanan problemlərin müzakirəsi üçün toplanması olduqca önəmli hadisədir. Dünya hər gün dəyişir. Düşünürəm ki, xüsusilə enerji sahəsində biz analizlər, müzakirələr etməyi artıq dayandırıb birbaşa tətbiqə keçməliyik. Bugün dünyanı narahat edən başlıca çağırışlardan biri sözsüz ki, enerji sahəsində yaşanan böhranlardır. Enerji keçidi məsələsində Azərbaycan müstəsna rol oynayır. Bu ölkə bir tərəfdən neft-qaz ölkəsi hesab olunsa da, digər tərəfdən alternativ enerji sahəsinə də yatırımlar eləyir. Biz COP29 üçün Bakıya gələndə bunun şahidi olduq.